Bəli, artıq bəzi istiqamətləri vurğuladıq. Əvvəlcə istəyərdim ki, digər məsələlər barədə də sizi məlumatlandıraq. Ölkəmizdə son illərdə təbii artımda ləngimə qeydə alınır. Hətta Milli Məclisdə çoxuşaqlı ailə anlayışında uşaq sayının 5-dən 3-ə endirilməsi ilə bağlı müzakirələr də gedir. Mövzu ətrafında detallar Rəqsanə İbrahimzadənin müsahibi ilə birgə sizə çatdırılacaq. Buyur Rəqsanə, söz səndədir. Bəli Çinarə, hazırda 5 uşağı olan ailələrə çoxuşaqlı ailə deyilir, amma indiki məqamda Milli Məclisdə çoxuşaqlı ailə sayının daha aşağı endirilməsi, yəni 3 uşaqlı ailələrə endirilməsi ilə bağlı məsələ müzakirə olunur. Ümumiyyətlə, maraqlıdır ki, indiki məqamda demoqrafik göstəricilərimizdə nə proses baş verir ki, bu vəziyyət şərtləndirir, yəni bu məsələlərin müzakirəsinə ehtiyac duyulur. İndi bu suala cavaba hazırda qonağım sosioloq Üzeyir Şəfiyevlə birlikdə aydınlıq gətirəcək. Xoş gördük Üzeyir bəy. Hazırda demoqrafik göstəricilərimizdə hansı proses baş verir? Yəni ləngimə prosesi baş verir, yəni ailələr az övlad istəyirlər. Hazırda hansı proses baş verir ki, bu məsələnin müzakirəsinə ehtiyac duyulur və bu qərarın qəbul edilmə ehtimalını necə qiymətləndirirsiniz? Bilirsiniz, bəli, Azərbaycanda təbii artım dinamikası həmişə yuxarı olub, amma son bir neçə ildir, hətta 25 ilə yaxındır ki, Azərbaycanda təbii artımda bir ləngimə müşahidə olunur. Hətta sosial xidmət haqqında dövlət proqramının preambula hissəsində də vurğulandığı kimi, Azərbaycanda son 22 il ərzində ölkə əhalisi deməli 26,4% cəmi artım olub. Halbuki Azərbaycanda bu müddət ərzində ahılların sayı 99,44% artıb. Bu nə deməkdir? Bu o deməkdir ki, əhalinin qocalma sindromu ilə qarşılaşa biz bilərik. Digər mühüm məqam odur ki, məsələn, statistikaya istinad eləsək görərik ki, 2023-cü ilin rəsmi statistikasına görə Azərbaycanda təbii artım təqribən 15% aşağı düşüb. 2024-cü ildə oxşar statistika özünü göstərməyə başladı. Bu o deməkdir ki, Azərbaycanda heç vaxt olmadığı kimi təbii artımda ləngimə müşahidə olunur. Əlbəttə, biz Cənubi Qafqaz ölkələri arasında təbii artımın inkişafına görə hələ ki liderliyimizi saxlayırıq. Ancaq deməli, tarixi ekskurs baxımından biz görürük ki, Azərbaycanda təbii artım bir neçə 10 il əvvələ nisbətən enmə dinamikası ilə müşahidə. Bu da əslində qlobal bir tendensiyadır, təkcə Azərbaycanda deyil. İnsanlar artıq əhali artımı ilə bağlı düşünməyə başlayıblar və ailə planlaşmasında artıq həm ailənin məzmununda, həm strukturunda, həm də ailə planlaşmasında dəyişiklik baş verir qlobal miqyasda. O cümlədən Azərbaycanda. Biz ki, Azərbaycan həm Sovet devrinə qədər, həm Sovet devrində çoxuşaqlı ailə trendi idi Azərbaycanda. Bir ənənəvi cəmiyyət olduğu üçün bu Azərbaycanda bir normal qarşılanmışdı, yəni ictimai sosial sifariş kimi mövcud idi və hətta Sovet dövründə Böyük Vətən müharibəsində itkilərin yerini doldurmaq üçün Sovet hökuməti demoqrafik siyasəti təşviq etmək üçün çoxuşaqlı ailələri təşviq eləyirdi, demoqrafik artımı təşviq eləyirdi, pulu adlanan sosial müavinətlər verilirdi, qəhrəman ana deməli statusu ayrılmışdı. Ancaq Sovet dövründən sonra artıq qlobal dünyaya Azərbaycan açıldıqdan sonra Azərbaycanda gördülər ki, heç də çoxuşaqlı ailələr deməli başqa ölkələrdə, qərb ölkələrində əsas deyil, əsas olan az uşaq olsun amma keyfiyyətli böyütsünlər, təhsil versinlər, mənzillətinsinlər və karyera məsələlərinin tənzimlənməyə yardımcı olsunlar. Bu baxımdan da Azərbaycan cəmiyyətinin də düşüncəsində transformasiya baş verdi və Azərbaycanda çoxuşaqlı ailələrin statistikasında enmə müşahidə olundu. Hətta 2019-cu ildə biz əhali siyahıya alınma statistikasına istinad eləsək, Azərbaycanda təqribən 16 mindən çox 5-dən yuxarı uşağı olan ailələr qeydə alındı. Amma hazırki statistika bir qədər də aşağı düşüb. Ona görə bu həm bir tərəfdən təbii artımı təşviq eləmək üçün, digər tərəfdən bütövlükdə ailələrin sosial rifahını yaxşılaşdırmaq üçün məhz bugün parlamentdə çoxuşaqlı anlayışın 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, bu müzakirələr təqdirə layiqdir. Çünki əgər belə olarsa, ailələrin sayı, çoxuşaqlı ailə anlayışı 5-dən 3-ə indirilərsə, bu deməkdir ki, 5 uşaqlı ailəyə şamil olunan imtiyazlar 3 uşaqlı ailəyə də şamil olunacaq. İndiki halda hər uşağa görə təqribən 105 manat civarında sosial müavinət veriləcək hər uşağa görə. Eyni zamanda çoxuşaqlı ailələrə şamil olunan digər imtiyazlar, məsələn, çoxuşaqlı analar erkən pensiyaya çıxacaq. Yəni ki, 5 il erkən pensiyaya çıxmaq hüququ əldə edəcəklər. Bu bir tərəfdən maddi cəhətdən ailənin dayanıqlığına kömək eləyir. Digər
digər tərəfdən də həm də demoqrafik artımı təşviq etmək baxımından deməli əhəmiyyət kəsb edir. Təqribən əgər bu qanun qüvvəyə minərsə, çoxuşaqlı ailə 5-dən 3-ə endirilərsə, bu təqribən 110 min ailəni əhatə etmiş olacaq. Təşəkkürlər. Çox sağ olun məlumatı bizlə birlikdə təhlil etdiyiniz üçün. Bir daha xatırladım ki, artıq Milli Məclisdə bu məsələ müzakirə olunur. Amma təbii ki, insanların ehtiyaclarının olduğunu nəzərə alsaq, orta aylıq əmək haqqının insanları bir o qədər də qane etmədiyini nəzərə alsaq, yəni insanların təbii ehtiyaclarının qarşılanmasında o qədər də effektiv olmadığını nəzərə alsaq, məhz elə bu da əsas səbəblərdən biri hesab oluna bilər ki, insanlar az uşaq istəyir, övlad böyütmədə bir qədər çətinlik çəkirlər. Elə məsələdə ətraflı şəkildə təhlil olundu. Çatdıra biləcəklərimiz isə bu qədər idi. Söz yenə sizdədir. Təşəkkürümü bildirirəm. Ətraflı məlumatı Rəqsanə bizimlə bölüşdüyün üçün və səbəblər barədə də təhlillər ekspertlə birgə apardığınız üçün. Son illərdə ümumiyyətlə demografik artımda, yəni ləngimələr var. Bunun səbəblərini biz araşdırmağa çalışdıq. Daha insanlar çox uşaq istəmirlər. Bunun da səbəbləri mövcuddur. Həm yeni dövrün yeni standartları var və uşaqları da hər kəs daha yaxşı formada böyütməyi hədəfləyir, istəyir. Bu səbəbdən də çox uşaq həm çox qayğı deməkdir, həm də onların həyat şəraitini də istənilən formada təmin etməklə bağlı problemlər yaranır bu zamanda. Bir sözlə artıq bu istiqamətdə müzakirəni apardıq. İndi isə manşetlərə nəzər